Salam əziz abituriyentlər, mən Elşad Həsənov, kanalımıza xoş gəlmişsiniz. Bugün sizlərə mexanik iş və güc mövzusunu izah edəcəm. İndi isə başlayaq mexanik iş mövzusundan. Deməli, mexaniki iş nədir? Əslində gündəlik həyatımızda istifadə edirik bu iş-güc kəlməsini. İş olması üçün bir qüvvə lazımdır, bir də hərəkət lazımdır. Yəni bir cismi qüvvə tətbiq edərək onu hərəkət etdiririksə, yerini dəyişdiririksə, demək biz iş görmüş sayılırıq. İndi isə burada bir cisimə, M kütləli bir cisimə hər hansısa bir qüvvə tətbiq etdikdə bu cisim bu qüvvənin təsiri altında, bax görsənir ki, qüvvənin bucaq altında tətbiq etmişəm. Bu cisim bu qüvvənin təsiri altında müəyyən qədər yer dəyişmə edə bilər. Yəni bir nöqtəsindən deyə iki nöqtəsinə gələ bilər. Buradan bura qədər S qədər yer dəyişmə edə bilər. Bu cismi irəli aparan qüvvə, bu cismin bu qüvvənin iki toplananı var. Biri Fx toplananıdır. Onu irəli aparan toplanan. Biri isə Fy toplananıdır. Təbii ki, bu cisimi irəli aparan toplanan Fx toplananıdır. Deməli, bir cisim var, ona qüvvə tətbiq etmişəm və o yerini dəyişir. Deməli, biz iş görmüşük. İş A hərfi ilə işarə olunur. Böyük A hərfi ilə. A bərabərdir. Cisimi irəli aparan hansı qüvvədir? Fx. Fx vurulsun S yazırıq. Burada Fx toplananı bucağa bitişik katetdir. Bildiyimiz kimi bucağa bitişik katet Fx bərabərdir, F kosinüs alfa bərabərdir. O zaman işin düsturu A bərabərdir, F, S, kosinüs alfa olmuş olur. Deməli, iş A bərabərdir, Fs kosinüs alfa düsturu ilə tapılır. Kosinüs alfanın qiymətindən asılı olaraq iş müsbət, mənfi və sıfır ola bilər. İş skalyar kəmiyyətdir, vahidi jouldur, o bir enerjidir. İndi baxaq görüm, iş nə vaxt müsbət olur? Təbii ki, alfa bucağı deməli, sıfırdan böyük və sıfıra bərabər olduqda, 90-dan kiçik olduqda müsbət qiymət alır. İş müsbət olur. Xüsusi halda alfa bucağı 0 dərəcə olduqda, kosinus 0 dərəcədə bir qiymət aldığı üçün iş A bərabərdir, F vur S qiyməti alır. Yəni maksimal olur. Fs. Alfa bucağı 90-dan böyük, 180-dan kiçik və bərabər olarsa mənfi qiymət alacaq. İş mənfi olacaq. Alfa bucağı 180 dərəcə olduqda iş A bərabər mənfi F S olmuş olur. Minimal qiymət almış olur. Əgər alfa bucağı 90 dərəcə olarsa, kosinus 90 dərəcədə 0 qiymət aldığı üçün iş görülməz. İş də 0-a bərabər olar. Deməli, iş müsbət, mənfi və 0 qiymətlər ala bilir. 90 dərəcə o demək ki, qüvvə hərəkətə perpendikulyar yönəlir. Hərəkətə perpendikulyar yönələn bütün qüvvələrin gördüyü iş 0-dır. 180 dərəcə o demək ki, qüvvə hərəkətin əksinə yönəlir. Hərəkətin əksinə yönələn qüvvələrin hamısının gördüyü iş mənfidir. Məsəl üçün, sürtünmə qüvvəsinin gördüyü iş həmişə mənfi olur. Və 0 dərəcə hərəkətlə eyni istiqamətdədir. Onda isə iş maksimal qiymət alır. İşin bu düsturundan istifadə etsək, görərik ki, deməli, burada göstərəcəm. A bərabərdir Fs ifadəsinə görə bu işin maksimal qiymətidir. İşin vahidi jouldur. 1 joule bərabərdir, 1 Newton vurulsun metrə bərabərdir. Yəni, işin vahidi joule bərabər Newton vur metr. Newton vur metr joule'un açılışıdır. Vahid çevrilmələrdə bu bizə lazım olur. Hardasa, məsəl üçün, joule'u açmaq lazımdırsa, ağlınıza işin düsturu gələcək, işin düsturundan Fs gələcək və Newton vur metr yazacaqsınız. Burada S bəzən uşaqlar onu sahə kimi götürürlər, amma S sahə deyil. S yer dəyişmədir. Cisim hərəkət zamanı yer dəyişmədir. Mən burada qısa bir şəkil çəkib göstərmək istəyirəm. Deməli, işin nə vaxt müsbət, nə vaxt mənfi olduğunu hərəkətin yönünə baxıb bilmək olacaq. Hərəkət haradır? Məsəl üçün, fərz edək ki, bu cisim sağa doğru hərəkət edir. Verilən göstərirəm. Bu cisimə bir neçə dənə qüvvə tətbiq edəcəm. Məsəl üçün, F1 qüvvəsi. Deyək ki, bir dənə də olsun F2 qüvvəsi, belə bir F2 qüvvəsi. Bir dənə belə F3 qüvvəsi, bir dənə belə F4,
Ola bilər F5. Bir dənə də belə olsun, F6 olsun. İndi bu hərəkət istiqamətinə baxaraq hansı qüvvənin gördüyü iş müsbət, hansı qüvvənin gördüyü iş mənfi, hansının gördüyü iş 0 olduğunu sizlərə göstərəcəm. Hərəkət yönündə olan qüvvələrin gördüyü iş müsbət olur. Deməli, F1 qüvvəsi hərəkət yönündədir, F2 qüvvəsi hərəkət yönündədir. Deməli, F1 ilə F2-nin gördüyü iş müsbətdir. Hərəkətə perpendikulyar qüvvələrin gördüyü iş 0-dır. F3 qüvvəsi ilə F5 qüvvəsi hərəkətə perpendikulyardır. Ona görə onun gördüyü iş 0-a bərabərdir. Hərəkətin əksinə yönələn qüvvələrin gördüyü iş isə mənfidir. Burada F4 ilə F6 qüvvəsi hərəkətin əksinədir. Ona görə də onların gördüyü iş mənfi olacaqdır. İndi isə fiqur sahələrindən danışacağım. Biz əvvəlki dərslərimizdə də bilirik. Deməli, məsəl üçün, sürətin zamanla hansı qrafik veriləndə, qrafikin altında qalan fiqurun sahəsi bizə yol verir, dəyişmə verirdi. Təcilin zamanla hansı qrafikində fiqurun sahəsi bizə sürət dəyişməsini verirdi və s. Burada isə qüvvənin yer dəyişmədən asılı qrafikləri veriləcək və o qrafiklərin altında qalan fiqurun sahəsini tələb edəcəklər bizdən. Burada sizin qarşınıza nə çıxa bilər? Qüvvənin həm yer dəyişmə S ilə işarə edirlər, bəzən də X ilə işarə edə bilərlər. Yəni, X də, S də, ikisi də yer dəyişmədir, fərqi yoxdur. Bizə belə bir qrafik verər. Deyər ki, bu fiqurun sahəsini tap. Fiqur sahəsini tap deməzək, ümumiyyətlə bizdən soruşur ki, F-in S-dən asılı qrafikini verib, işi tap deyəndə, biz bilməliyik ki, iş bu fiqurun sahəsinə bərabər olacaq. Yəni, A fiqurun sahəsi bizə nə verəcək? İşi verəcək. Hər hansısa bir qrafik başqa formada da verə bilər. Deməli, qüvvənin yer dəyişmədən asılılıq qrafikində qrafikin altına qalan bu fiqurun sahəsi bizə nə verəcək? İşi vermiş olacaq. Sonra, deməli, mən sizə başqa bir qrafik çəkmək istəyirəm. İşin yer dəyişmədən asılılıq qrafikini istəyə bilər bəzən bizdən. Amma qüvvəni sabit vermək şərti ilə, F konstant sabit vermək şərti ilə. Biz təbii ki, hansı düsturu ağlımıza gətirəcəyik? A bərabərdir. F, S düsturunu ağlımıza gətirəcəyik. Əgər F sabitdirsə, onda A, S-dən necə asılı olacaq? Təbii ki, düz mütənasib asılı olacaq. Bəzən hərəkətlər, tutalım ki, yeyinləşən hərəkət ola bilər. Qüvvə əvəzləyici qüvvənin sabit qiyməti verə bilər. Onda bizdən soruşa bilər zamandan asılılıq qrafikini tap. Deyək ki, A-nın zamandan asılılıq qrafiki. Amma hərəkət yeyinləşən hərəkətdir. Və burada da bizə deyir ki, əvəzləyici qüvvə sabitdir, konstantdır. Onda bizim ağlımıza bu düstur gələcək təbii ki. A bərabərdir F əvəzləyici qüvvə vurulsun S yazmalıyıq. S də bərabər təcilli hərəkətdə yer dəyişməyə düsturdur. Bərabər təcilli hərəkətdə yer dəyişməyə düstur təbii ki, nədir? Yazırıq. F əvəzləyici V0T plus AT kvadrat bölünsün 2 yaza bilərik. O zaman A T'dən necə asılıdır? Bax, yeyinləşən hərəkət. Bax, bu şəkildə asılılıq qrafikini edə bilərik, çəkə bilərik. Ola bilər, hərəkət yavaşlayan olar. Hərəkət yavaşlayan olsa, o zaman biz qrafiki təbii ki, necə çəkməliyik? Bax, bu şəkildə çəkəcəyik. A-nın T'dən asılı qrafikini yavaşlayan olaraq bu şəkildə çəkəcəyik. Çünki niyə? A bərabərdir F vur S-də V0T çıx AT kvadrat bölünsün 2-dir. Yəni, yavaşlayan hərəkət üçün qrafiki təbii ki, bu formada çəkə bilərik. Bunlar da sizə məsələ həllərində lazım olacaqdır. Əziz abituriyentlər, indi isə gücdən danışaq. Güc nədir? İşin görülmə yeyinliyini xarakterizə edən fiziki kəmiyyət güc adlanır. Güc N hərfi ilə işarə olunur. N hərfi ilə işarə olunur. İşin görülmə yeyinliyi o demək ki, gördüyümüz işi hər hansısa bir zaman müddətində görürük. O zamana böldüyümüz zaman biz gücümüzü təyin etmiş oluruq. N bərabər A bölü T. Güc də skalyar kəmiyyətdir. Gücün vahidi wattdır. O zaman 1 watt bərabərdir. Joule bölünsün saniyə yaza bilərik. Deməli, wattın açılışı nə olacaq? Joule bölünsün saniyə olmuş olacaq. Biz bu düsturdan, gücün düsturundan istəsə işi də tapa bilərik. A bərabərdir. N vurulsun T şəklində yaza bilərik. Birdən lazım olsa, təbii ki, T-ni də tapa bilərik. A bölünsün N şəklində T-ni də tapmış ola bilərik. İşin, uşaqlar, vahidinin, deməli, gücün vahidi wattdır, amma bəzən bizdən wattdan böyük və yaxud da kiçik vahidlərdə soruşurlar. Məsələn, kilovat soruşurlar. 1 kilovat neçə wattdır? 10 üstü 3 wattdır, yəni 1000 watt. 1 megawatt soruşurlar. 1 megawatt neçə wattdır? 10 üstü 6 watt. Mən onları qısa bəzilərini yazacağım sizə. Deməli, 1 kilovat soruşarlar. Kilo 10 üstü 3 deməkdir. 10 üstü 3 watt yaza bilərik.
Sonra soruşa bilərlər 1 megawatt, mega böyük M-la yazılır. Megawatt 10 üstü 6 watt deməkdir. Soruşa bilərlər 1 milliwatt neçə wattdır? 10 üstü, burada 10 üstü mənfi 6 yazmalıydım. 10 üstü mənfi 3 wattdır. Bəs mikrowatt var. 1 mikrowatt nə deməkdir? O da 10 üstü mənfi 6 watta bərabərdir. Yəni wattdan böyük və kiçik vahidlər də sizin qarşınıza məsələlərində çıxacaq. Bunlar sizə lazımdır. Bunları öyrənmək lazımdır. Sonra mən bu düstura müraciət edərək işin 1 joule bərabərdir. Mən bundan əvvəlki izahda geri fırlayıb baxa bilərsiniz. Joule-un açılışını vermişdim sizə. Joule-un açılışı nədir? Joule bərabərdir Newton vur metr şəklində açılışını vermişdik. Amma buradan mən işi tapdığım zaman A bərabər M vur T-də mən burada Joule-un açılış olaraq nə yaza bilərəm? Watt vursun saniyə yaza bilərəm. Yəni 1 Joule 1 watt vur saniyədir. Amma bizim qarşımıza bəzən kilowatt vur saat çıxa bilir. Bu əsasən biz elektrik bölməsində izah edəcəyik. Məsəl üçün elektrik sayğacı var, elektrik cərəyanının işini ölçür. Məsəl üçün elektrik sayğacında deyirlər ki, bizim elektrik sayğacımız bir ay ərzində 5 kilovat yazıbdır. Yəni 5 kilovat saat yazıbdır deməkdir. Biz öyrənməliyik görüm 1 kilovat saat yazanda nə qədər enerji istifadə olunub. Onu mən bu şəkildə sizə göstərəcəm. Deməli 1 kilovat vur saat. Mən buna 1 joule yaza bilmərəm. Niyə? Çünki 1 joule watt vur saniyədir. Buna da joule-la ifadə etməyim üçün bunu watt vur saniyə çevirməliyəm. 1 kilovat 1000 watt deməkdir. Yazıram 1000 watt. 1 saat isə 3600 saniyə deməkdir. 3600 saniyə. Artıq mən watt vur saniyə çevirdim. Artıq buna mən joule deyə bilərəm. Bunu da biz yazsaq, deməli 1 kilowatt saat bərabərdir. Bunu bu şəkildə yuvarlaq yazıram. 3,6 vurulsun 10 üstü 6 joule yaza bilərəm. Yəni ki, elektrik sayğacı 1 kilowatt saat yazıbsa, nə işlətmişiksə evdə işlədicilər 3,6 vur 10 üstü 6 joule enerji sərfiyyatı aparmışdır. Bax, bunu da məlumat kimi bilsəniz yaxşı olar. Deməli, gücün düsturundan təzən bir də yazıb, burada bəzi şeyləri izah etmək istəyirəm. Deməli, N bərabərdir A böl T-dən, A bərabərdir M vur T yazsaq, əgər gücümüz sabitdirsə, N bərabərdir konstant olarsa, iş zamandan necə asılıdır? Təbii ki, işin zamandan asılı qrafikini biz görürük ki, düz mütənasib asılıdır. Bəzi hallarda bizdən nəyi soruşa bilirlər? Bəzi hallarda işin zamandan asılı qrafikində, düz mütənasib qrafikində, burada bir bucaq verirlər. Soruşurlar ki, o bucağın tangensi bizə nəyi verəcək? Artıq biz bilirik ki, tangens alfa bərabərdir. Bucağın qarşısındakı katetin bitişik katete nisbəti. Təbii ki, bucağın qarşısındakı katet bizə işi göstərir. Bitişik kateti isə təbii ki, zaman göstərir. Deməli, tangens alfa iş bölünsün zamandır. Biz də bilirik ki, işin zamana nisbəti nəyi verəcək bizə? Gücü vermiş olacaqdır. Sonra burada da bu güc mövzusunda uşaqlar nə vardır? Fiqurların sahəsi vardır. Bəs hansı fiqurun sahəsi? Mən çəkirəm sizə. Uşaqlar, sizin qarşınıza çıxa bilər. Gücün zamandan asılıq qrafiki çıxa bilər. Gücün zamandan asılıq qrafikində, grafikin altında qalan fiqurun sahəsi bizə nə verəcəkdir? Deməli, M vurulsun, N'in T'dən asılıq qrafikində fiqurun sahəsi bizə nə verəcəkdir? Hər hansısa bir fiqur, başqa fiqurlarda çəkə bilərik. Önəmli deyil. Sizə bir yol da öyrətmək istəyirəm əslində. Deməli, bəzən uşaqlar çaşırlar, soruşurlar ki, o sahəni biz necə bilə bilərik ki, fiqurun sahəsi deyək ki, işi verir. Hər bir halda, əgər sən bilirsənsə ki, burada fiqurun sahəsi hansısa bir fiziki cəmiyyəti verir, amma bilmirsən hansı fiziki cəmiyyətdir, onu təyin eləməyin yolu budur. N'in T'dən asılı qrafikidir. N'i T'yə vuranda biz nəyi alırıq? Baxaq. Təbii ki, bu düsturdan N'i T'yə vuranda biz əlbəttə ki, iş alırıq. Deməli, N'in T'dən asılı qrafikində fiqurun sahəsi bizə işi verəcəkdir. Həm, deyək ki, bundan əvvəlkində də demişdik, F'in S'dən asılı qrafikində də fiqurun sahəsi işi verirdi. Çünki orada da F S'ə vuranda işi verirdi.
Burada da N'in T'dən asılı qrafikində də fiqurun sahəsi bizə işi verəcəkdir. Burada da düzbucaqlının sahəsi iş olacaq, düzbucağın sahəsi iş olacaq, trapesiyanın sahəsi iş olacaq. Bütün hallarda vuranda nə isə verir deyə bir şey yoxdur. İstisna hallar var. Biz bilirik ki, gücün zamandan asılı qrafikində fiqurun sahəsi bizə nə verəcək? İşi vermiş olacaqdır. Silək. Əziz abituriyentlər, indi sizə gücün başqa bir ifadəsini göstərəcəm. Qüvvə ilə, sürətlə bağlı ifadəsini göstərəcəm. İstəyirəm ki, onu mən çıxarılışını göstərim. Yəni, birbaşa düsturu yazmaq istəmirəm. Deməli, yazıram. Gücün düsturu dediyimiz kimi N bərabərdir nədir? A bölünsün T'dir. Burada A işdir. İşin də düsturunu keçmişdik. Nədir? A bərabərdir F vurulsun S'dir. Bölünsün T. Burada bir S böl T ifadəsi alındı. Yəni, yer dəyişmə böl zaman ifadəsi alındı. Bunu da yəqin ki, bilirsiniz. Yer dəyişmə zamanın nisbəti nədir? Sürətdir. O zaman nə yazacaq? F vurulsun V yazacaq. Deməli, gücün qüvvə ilə və sürətlə əlaqəli bir ifadəsi çıxdı. N bərabər F vurulsun V. Burada V sürətdir, onsuz da bilirik. N gücdür, onu da bilirik. F qüvvədir. Hansı qüvvədir? Məsələn şərtində hansı qüvvəni verirsə, o qüvvəni yazacaqsan. Məsələn, sürtünmə qüvvəsi verirsə, sürtünmə yazacaqsan. O zaman düstur belə olaraq N bərabərdir. F sürtünmə yerinə yazacaqsan, mü mc vur V. Ağırlıq qüvvəsi verirsə, mc yazacaqsan. Nə bilim, deyək ki, Newton ikinci qanunu, yəni əvəzləyici qüvvəni verirsə, ma yazacaqsan. Hansı qüvvəni verərsən məsələn şərtində, o F-in yerinə o qüvvəni yaza biləcəksən, heç bir problem də yoxdur. Biz burada, deməli, V-ni tapmaq istəyirəm. Buradan V nəyə bərabərdir? Buradan V bərabərdir. Təbii ki, N bölünsün F yaza bilərik. V bərabərdir N bölünsün F yaza bilərik. Əgər güc sabitdirsə, o zaman sürət qüvvədən necə asılıdır? Təbii ki, tərs mütənasib asılıdır. Ben belə yazmış olacağım. N bərabərdir konstantdırsa və sürət qüvvədən tərs mütənasib olmuş olar. Bu o deməkdir ki, məsəl üçün avtomobili düşünək. Avtomobilə nə vaxt daha çox qüvvə lazım olur? Avtomobil belə podiumu qalxanda. Podiumu qalxanda avtomobilin motorunun dartı qüvvəsi daha çox tələb olunur. O zaman avtomobilin sürəti zəifləyir. Yəni podiumu az sürətlə gedir. Amma bir düz yolda avtomobil hərəkət edəndə daha sürətlə hərəkət edir. Niyə? Çünki orada motorun dartı qüvvəsi güclü lazım deyil. Çox güc tələb olunmur, qüvvə tələb olunmur. Az qüvvə tələb olunur. Qüvvə azdırsa, deməli sürət artmağa başlayır. Amma podiumu qalxanda çox qüvvə tələb olunduğu üçün avtomatik sürət nə etməyə başlayır? Azalmağa başlayır. F-in V-dən və yaxud da V-nin F-dən asılı fərqi yoxdur. Burada biz F-in V-dən də çəkə bilərik, V-nin F-dən də çəkə bilərik. Fərq etməyəcək. Bir də bizdən qüvvə ilə güc arasında əlaqə çəkmək istəyərəm. Məsələn, buradan qüvvəni tapsam, qüvvə bərabərdir nəyə? N bölünsün V-yə. Bəs yaxşı, qüvvə gücdən necə asılıdır? Təbii ki, qüvvə gücdən düz mütənasib asılıdır. Bu nə deməkdir? Hansı avtomobilin gücü çoxdursa, onun qüvvəsi də çoxdur. At qüvvəsi də çoxdur. Biz bilirik ki, gücü vahidi wattdır, düzdür. Amma maşınlarda, avtomobillərdə at qüvvəsindən istifadə olur. Bir at qüvvəsi 736 vata bərabərdir. At gücü deyirlər. Hər bir avtomobilin at gücü var. Onun at gücü onun qüvvəsini göstərir, gücünü göstərir. Yəni at gücü çoxdursa, deməli onun qüvvəsi də nədir? Çoxdur. Və yaxud da eyni şəkildə sürətlə əlaqəsini çəkə bilərik. V bərabərdir N bölünsün F çəkə bilərik. O zaman V N-dən necə asılıdır? Təbii ki, düz asılıdır. Bəs bu nə bildirir bizə? Bu da onu bildirir ki, at gücü çox olan avtomobilin sürəti çox olacaqdır. At gücü az olan avtomobilin sürəti nə olacaqdır? Az olacaqdır. Bu da qüvvə ilə güc arasında, sürətlə güc arasında əlaqə düsturlardır, ifadələrdir. İndi isə sizlərə kinetik enerji haqqında teoremi izah edəcəm. Kinetik enerji haqqında teoremdə deyilir ki, əvəzləyici qüvvənin gördüyü iş, kinetik enerjinin dəyişməsinə bərabərdir. Yəni, Y kinetik çıxılsın, Y kinetik 0. Burada qarışdırırlar bəzən. Bu iş hər hansısa bir dartı qüvvəsinin işi deyil, hər hansısa bir sürtünmə qüvvəsinin işi deyil.
bir neçə qüvvənin əvəzləyicisinin gördüyü işdir. Yəni o əvəzləyici qüvvənin gördüyü işdir. Hə, ola bilər ki, dartı qüvvəsinin gördüyü iş olsun, amma bu şərtlə ki, cisimə ancaq dartı qüvvəsi təsir etsin. Ola bilər ki, A-nın yerinə sürtmə qüvvəsinin gördüyü iş yazaq, amma bir şərtlə ki, cisimə yalnız sürtmə qüvvəsi təsir etsin. Əgər cisimə bir neçə qüvvə təsir edirsə, onda o iş o qüvvələrin əvəzləyicisinin gördüyü işdir. Biz bunu belə də yaza bilirik. A bərabər delta Y kinetik şəklində də yaza bilirik. Hətta biz bunu belə də yaza bilirik. mv kvadrat bölünsün 2 çıxılsın, mv0 kvadrat bölünsün 2 şəklində də yaza bilərik. Bu da deyirlər, uşaqlar, nə? Kinetik enerji haqqında teorem. Kinetik enerji haqqında teoremin ifadəsi budur, yəni düsturu budur. Deyiləndə də belə deyilir. Kinetik enerjinin dəyişməsi əvəzləyici qüvvənin gördüyü işə bərabər. Burada şərtlər var. Birinci şərt, əgər cisim yeyinləşən hərəkət edirsə, deməli cismin sürəti artır. O zaman kinetik enerjisi də nə edir? Artır. Əgər cismin kinetik enerji artırsa, deməli Y delta kinetik böyükdür 0-dan. Niyə? Kinetik enerji artırsa, son kinetik başlanğıc kinetikdən böyükdür anlamına gəlir. Yazıram, Y kinetik böyükdür, Y kinetik 0. Son kinetik başlanğıcdan böyüksə, deməli delta Y kinetik müsbət. Delta Y kinetik müsbətsə, deməli iş də müsbət. Əvəzləyici qüvvənin gördüyü iş də müsbət. İndi ikinci şərtə baxaq. İkinci şərtdə, əgər cisim yavaş-yan hərəkət edirsə, yavaş-yan hərəkətdə sürət təbii ki, nə edir? Azalır. Sürət azalırsa, kinetik enerji də azalır. Kinetik enerjinin azalması o deməkdir. Onun son kinetik enerjisi başlanğıcından balaca olur. Yəni, kinetik enerji başlanğıc qiyməti var idi, sonra getdikcə kinetik enerji azaldı. O zaman delta Y kinetik nə olur? Təbii ki, mənfi olur. O zaman əvəzləyici qüvvənin gördüyü iş də mənfi olacaq. Üçüncü şərti bu şəkildə yazaq, burada yazaq. Cisim bərabər sürətli də hərəkət edə bilər. Bərabər sürətli. Təbii ki, bərabər sürətli hərəkətdə sürət dəyişmir, konstantdır. Sürət dəyişmirsə, kinetik enerji də dəyişmir. Yəni, Y kinetik də konstantdır. Bu o deməkdir, Y kinetikin son qiyməti ilə onun başlanğıc qiyməti zaten bir-birinə bərabərdir. Əgər kinetik başlanğıcla son bərabərsə, çıxanda delta Y kinetik nə olacaq? Təbii ki, 0 olacaq. Delta Y kinetik 0-sa, əvəzləyici qüvvənin gördüyü iş də 0 olmuş olacaqdır. Bax, bunu da bilmək lazımdır. Tamam. İndi isə sizlərə çevrə üzrə hərəkətdə qüvvə ilə, mərkəzi qaçma qüvvəsi ilə belə deyək, kinetik enerji arasında bir əlaqə ifadə düsturu var. O düsturu sizə göstərmək istəyirəm. Deməli, qüvvə F bərabərdir MA şəklində yazsaq. A burada çevrə üzrə hərəkətdə mərkəzi qaçma təcilidir. Biz bilirik ki, çevrə üzrə hərəkətdə mərkəzi qaçma təcili düsturu nədir? V kvadrat bölünsün R'dir. Gətir, burada yenə yazacağım. F bərabərdir M. A-nın yerinə yazırıq V kvadrat böl R. Artıq burada MV kvadratı meydana çıxdı. İndi mən kinetik enerjinə əlaqə qurmalıyam. Kinetik enerjinin düsturu hər kəs bildiyi kimi Y kinetik nədir? MV kvadrat bölünsün 2-dir. Mən buradan MV kvadratını tapsam, MV kvadrat bərabərdir 2 dənə Y kinetik olur. İndi tapdığım bu MV kvadratını gətirib burada yenə yazacağım. MV kvadratını yenə yazacağım. O zaman F bərabər nə olmuş olur? 2 dənə Y kinetik bölünsün R olmuş olur. Biz bu ifadəni belə də axtara bilərik. Yəni F-i tapanda bu ifadə düsturunu yazacaq. Birdən kinetik enerji soruşsa, təbii ki, buradan yenə deyəcəyik, kinetik enerjini tapacaq. Y kinetik bərabərdir F vurulsun R bölünsün 2 yazmış olacaq. Bu iki düstur bizlərə lazım olacaq. Əgər siz bu düsturu, yəni bu çevrə üzrə hərəkətdə qüvvə ilə kinetik enerji arasında əlaqə düsturudur. Unutsaz, hardan çıxaracağınızı bilirsiniz artıq. Əziz abituriyentlər, indi isə mən sizlərə müxtəlif hərəkətlərdə kinetik enerjinin zamandan asılı qrafikini göstərəcəm. Birinci, bərabər sürətli hərəkətdir. Biz bilirik ki, bərabər sürətli hərəkətdə sürət sabitdir. Təbii ki, verilmiş kütləli cisimdən söhbət gedir. Əgər sürət sabitdirsə, kinetik enerji mv kvadratı bölünsün 2 olduğu üçün, təbii ki, kinetik enerji sabit. Yəni, bu sadə bir ifadədir, qrafikdir. Burada bir problem yoxdur. İkinci qrafikimiz bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə bildiyimiz kimi A konstantdır.
Bərabər yerləşəndə sürət artır. Sürət artdığı üçün kinetik enerji də artacaq. Kvadratik olaraq başlanan sürət 0-da ola bilər, başlanan sürət müəyyən bir qiymətdən də başlaya bilər. Biz bilirik ki, yeniləşən hərəkətdə başlanan sürət 0-da ola bilər, başlanğıc sürətin müəyyən bir qiyməti də ola bilər. 0-dan da başlayıb yeniləşə bilər, sürət müəyyən bir qiymətdən də başlayıb yeniləşə bilər. 0-dan başlayıb yeniləşən qrafiki bu şəkildə olacaq. Müəyyən qiymətdən başlayıb yeniləşən qrafiki ikinci şəkildə olacaq. 1-2 olaraq qoyuram. Və biz bunun ifadəsini kvadratik olduğunu düsturdan bilə bilirik. Y kinetik bərabərdir. Təbii ki, mv kvadrat bölünsün 2. O da bərabər m bölü 2. Yeniləşən hərəkətdə sürətin düsturu ya v0 plus at-dir, ya da ki, sadəcə at-dir. O zaman v0 plus at də yaza bilərik. Onun kvadratı. Deməli, ikinci qrafik üçündür. Bəs başlanan sürət 0 olanda nə olacaq? Yenə mv kvadrat bölünsün 2-dən m bölü 2 sadəcə at olacaq. At çünki başlanan sürət yoxdur. Üçüncü qrafikimiz bərabər yavaşlayan hərəkətin qrafikidir. Yenə a sabitdir. A bərabərdir. Konstantdır. A sabitdir və bərabər yavaşlayan hərəkət edir. Təbii ki, bərabər yavaşlayan hərəkətdə cismin başlanğıc sürəti var, sonra yavaş-yavaş sürəti azalmağa başlayır. O zaman biz hansı ifadəni yazacaq? Yenə də y kinetik bərabərdir. mv kvadratı bölünsün 2. V-ni də yenə yazacaq. Bu səfər v0 çıx at və onun nəyi kvadratı. Çünki bərabər yavaşlayan hərəkətdə sürətin ifadəsi v0 çıx at-yə bərabərdir. Dördüncü qrafikimiz şaquli yuxarı atılan cismin hərəkətinə aiddir. Əlbəttə ki, cismi şaquli yuxarı atırıqsa ona başlanan sürət veririk. Cisim şaquli yuxarı atılanda əvvəlki dərsdən bilirik. Yuxarı qalxır, maksimal qalxma nöqtəsinə kimi yavaşlayır. Orada bir anda dayanır. Ora qalxdığı müddət qalxma müddətidir. Deməli, getdikcə yuxarı qalxdıqca sürət azaldığı üçün kinetik enerji azalır. Ən maksimal nöqtədə dayanır. Kinetik enerji 0 olur, t qalxma müddəti. Sonra təzədən aşağı yeniləşən hərəkət edir. O zaman biz onun ifadəsini bu şəkildə təbii ki, yaza bilərik. Y kinetik bərabərdir. Yenə də mv kvadrat bölünsün ki, şaquli yuxarı atılan cisim də yavaşın hərəkət etdiyi üçün onun v-sinin düsturu v bərabərdir. v0 çıx gt yazacaq bu səfər. Çünki şaquli yuxarı atılanda at yox, gt şəklində yazılır. Qalxma müddəti ondan sonra təzədən geri yenə də yeniləşən hərəkət etmiş olur. Cisim müəyyən hündürlükdən sərbəst də düşə bilər. İstəyirəm o da qrafikini burada sizə göstərim uşaqlar. İndi təsəvvür edin ki, y kinetik zamandan asılı qrafiki cisim sərbəst düşür. Məsəl üçün burada bir cisim var. Sərbəst düşmək nə deməkdir? Başlanan sürəti yoxdur. Başlanan sürəti yoxsa deməli başlanan kinetik enerji də yoxdur. Və cisim aşağı düşdükcə onu necə hərəkət edir? Təbii ki, yeniləşən hərəkət edir. Yeniləşən hərəkət isə getdikcə sürət artır. Sürət artırsa təbii ki, kinetik enerji də necə artmış olacaqdır. Burada da biz təbii ki, düstur olaraq yazsaq, deməli, y kinetik bərabərdir. mv kvadrat bölünsün ki, v-ni yerinə nə yazacaq? Sərbəst düşən cismin sürətinin düsturu gt. O zaman gt kvadrat şəklində yazmış olacaq. Bu qrafiklərdə bilməyiniz yaxşıdır. Çünki bunlarla bağlı məsələlər çoxdur. Onları rahat şəkildə işləyə biləcəksiniz. Əgər bunlar oxusaz başa düşsəz. İndi isə sizlərə ağır küvəsin gördüyü işdən danışacağım. Ağır küvəsin gördüyü iş nədir? Məsəl üçün, hər hansısa bir cisim bir nöqtəsində dayanıb. Yəni, yerdən hər hansısa bir h1 hündürlükdə dayanıb. Burada dayanan cisimə təbii ki, aşağı doğru ağır küvəsi təsir edir. Və ağır küvəsi bu cisimi aşağı doğru çəkəcək. Cisim də başlayacaq aşağı doğru gəlməyə. Fərz edək ki, gəldi çatdı 2 nöqtəsinə. 2 nöqtəsinə. 2 nöqtəsində bunun hündürlüyü nə deyək? H2. Ümumiyyətlə, hər hansısa bir qüvvənin gördüyü işdən söhbət gedirsə, o qüvvəni biz yer dəyişmə vurmalıyıq. İndi söhbət ağır qüvvəsindən gedir. Ağır qüvvəsinin işini axtarıramsa, mən nə yazmalıyım? A bərabərdir. Ağır qüvvəsi vurulsun yer dəyişmə. İndi baxaq görün, bu cisim nə qədər yer dəyişməliyik? Bax, bu cisim buradan bura qədər yer dəyişməliyik. Bu yer dəyişmədə istəyirsə H deyək. O zaman nə yazaq? Ağır qüvvəsi vurulsun H. Buradan da A bərabər ağır qüvvəsi təbii ki mg'dir. H isə, bax bu H. H1 çıx H2'yə bərabərdir. O zaman H-in yerinə yazıram H1 çıxılsın H2. Və buradan da A bərabərdir. Mg H1 çıxılsın Mg H2 yaza bilərik. Bərabərin sağ tərəfində nəyinsə fərqini görürük biz. Və MGH-ın da əvvəlki videolardan bildiyimiz kimi MGH potensial enerji.
O zaman mən bura nə yaza bilərəm? Y potensial 1 yaza bilərəm. Burada Y potensial 2 yaza bilərəm. O zaman ağırlıq qüvvəsinin gördüyü iş Y potensial 1 çıx Y potensial 2-yə bərabər. Y potensial 1 çıx Y potensial 2-yə delta Y potensial demək olmur. Çünki delta nə deməkdir? Son çıx əvvəldir. Əgər mən buna delta Y potensial deyirəmsə, o zaman mütləq qabağına bir dənə mənfi atmalıyım. Deməli, bu da oldu uşaqlar. Potensial enerjinin dəyişməsi əks işarə ilə ağırlıq qüvvəsinin gördüyü işə bərabərdir. Burada yazdığım hər bir şey ağırlıq qüvvəsinin gördüyü işdir. Yəni ağırlıq qüvvəsinin gördüyü iş belə də görə bilərsən, belə də görə bilərsən, belə də görə bilərsən, belə də görə bilərsən. Və bu ifadədən mən artıq öyrənmiş oldum ki, ağırlıq qüvvəsinin gördüyü iş potensial enerjinin dəyişməsinin əks işarə ilə bərabərdir. İndi baxaq. Əgər hündürlük artırsa, o zaman potensial enerji neyəcək? Təbii ki, artacaq. Çünki potensial enerji hündürlükdən asılıdır. Potensial enerji artırsa, delta Y potensial nə olacaq? Təbii ki, müsbət olacaq. Əgər delta Y potensial müsbətdirsə, ağırlıq qüvvəsinin gördüyü iş avtomatik olaraq mənfi olacaq. Əgər hündürlük azalırsa, istəyirsə belə yazaq da, ən gözəl, hündürlük artırsa yox, yazaq ki, H2 böyükdür H1. Yəni, zaten H2 böyük H1 hündürlüyün artması anlamına gəlir. Əgər H2 balaca da H1'dirsə, yəni hündürlük azalırsa, o zaman potensial enerji də azalır. Potensial enerji azalırsa, delta Y potensial mənfi olacaq və ağırlıq qüvvəsinin gördüyü iş də təbii ki, mənfi olmuş olacaq. Müsbət olmuş olacaq. Müsbət olmuş olacaq. Çünki tərsi nədir? Əgər delta Y potensial müsbətdirsə, ağırlıq qüvvəsinin gördüyü iş mənfidir. Delta Y potensial mənfidirsə, qabaqda bir dənə də mənfi var, ağırlıq qüvvəsinin gördüyü iş nə olacaq? Müsbət olacaq. Əgər hündürlük dəyişmirsə, o zaman potensial enerji də dəyişməyəcək. Potensial enerji dəyişmirsə, potensial enerjinin dəyişməsi nə olacaq? Sıfır olacaq. O zaman ağırlıq qüvvəsinin gördüyü işdə nə olacaq? Sıfır olmuş olacaq. Bu da potensial enerjinin düsturu, ağırlıq qüvvəsinin gördüyü işin düsturu daha doğrusu. Bax, belə deyək. İndi isə faydalı iş əmsalından danışacağım. Faydalı iş əmsalı nədir? Faydalı iş əmsalı eta hərfi ilə işarə olunur. Faydalı işin tam işə nisbətinin faizlərlə ifadəsidir. Bu faydalı iş əmsalının düsturudur. Amma müxtəlif hərəkətlərdə biz faydalı iş əmsalının düsturunu bilməliyik. Məsəl üçün, avtomobil düz xətt üzrə hərəkət edəndə faydalı iş əmsalının düsturu nədir? Qaldırıcı krank vasitəsilə yükü qaldıranda faydalı iş əmsalının düsturu nədir? Mail üstlərdə nədir? Onlar deyəcəm sizlərə. Faydalı iş əmsalının vahidi yoxdur, adsız kəmiyyətdir. Bəzən çaşdırmaq üçün sual verirlər ki, faydalı işin vahidi nədir? Abituriyent də oxuyur ki, faydalı iş əmsalından yəqin söhbət edir, deyirik vahidi yoxdur. Amma dəqiq oxumaq lazımdır. Faydalı işin vahidi C-olur, amma faydalı iş əmsalının vahidi yoxdur. Tam iş, faydalı iş işdən həmişə böyük olur. Ona görə də faydalı iş əmsalı həmişə 100%-dən kiçik qiymət alacaq, 100%-dən böyük ola bilməz. İndi birinci şərtimizə baxırıq. Birinci şərtimiz nədir? Hər hansısa bir cisim düz xətt üzrə hərəkət etdiyi zaman sürtünmə qüvvəsinə qarşı görülən iş var. Sürtünmə qüvvəsinə qarşı görülən iş faydalı işdir. A faydalı bərabərdir. Deyək ki, sürtünmə qüvvəsinə qarşı görülən iş yazırıq ki, F sürtünmə vurulsun, deyək ki, gedilən yoldur. Bu faydalı işdir. Amma motorun belə deyək, maşının mühərrikinin gücünün gördüyü iş, o da olacaq tam iş. Yəni, M vurulsun T şəklində yaza bilərik. Bəs indi biz faydalı işi nətə yazacaq? Faydalı işi. Faydalı iş təbii ki, yazılacaq ki, faydalı iş. Faydalı iş yazılacaq ki, faydalı iş əmsalıdır. Eta bərabərdir. A faydalı bölünsün A tam, vurulsun 100%. O da bərabərdir. A faydalını yerinə yazacağım. F sürtünmə vur L. Və yaxud da S də deyə bilərdik, fərqi yoxdur. A tamını da yerinə yazarıq, M vur T, vurulsun 100%. Sonra biz burada L böl T görürük. L böl T yəni S böl T'dir. S böl T təbii ki, sürətdir. Deməli, biz bura sürət yaza bilərik. O zaman eta bərabərdir. F sürtünməni də açsaq, mü MC yaza bilərik. Vurulsun V bölünsün N, vurulsun 100%. Deməli, hər hansısa bir maşın, avtomobil düz xətt üzrə hərəkət etdiyi zaman onun faydalı iş əmsalının düsturu bax M bərabərdir və bu şəkildə tapa bilərik. Sonra indi isə ikinci. Qaldırıcı kran vasitəsilə bir yükü
Hər hansısa bir hündür yerə qaldırdığımız zaman qaldırıcı krankda faydalı iş də var, tam iş də var. Qaldırıcı krank vasitəsilə yükü qaldıran zaman ağırlıq qüvvəsinin gördüyü iş faydalı işdir. O zaman yazıram. A faydalı bərabərdir. Ağırlıq qüvvəsinin gördüyü iş ağırlıq qüvvəsi vur H. Yenə də qaldırıcı kranın gücünü zamana vurduğumuz zaman görülən iş isə təbii ki tam işdir. Biz bunları bildiyimiz zaman faydalı iş əmsalını tapanda eta bərabərdir. Yenə yazırıq. A faydalı bölünsün A tam vurulsun 100%. A faydalı yenə yazacaq. Ağırlıq qüvvəsinin gördüyü iş, yəni F ağırlıq vur H. N vur T vurulsun təbii ki yenə 100%. Burada yenə H böl T, məsafə böl zaman o bizə yenə sürəti verəcək. Və ağırlıq qüvvəsini də açsaq, ağırlıq qüvvəsi mg'dir. Vurulsun V bölünsün N vurulsun 100% olmuş olacaq. Bu da ağırlıq qüvvəsinin gördüyü işin, faydalı işin düsturu. Əziz abituriyentlər, indi isə mail müstəvi üzərində hərəkət zamanı faydalı iş əmsalının düsturuna baxaq. Fərz eləyək ki, kütləsi M olan bir yükü F qüvvəsi ilə mail müstəvi üzərində yuxarı bərabər sürətdə dartırlar. Bu zaman faydalı iş əmsalının düsturu nədir? Burada da faydalı iş var və tam iş var. Faydalı iş ağırlıq qüvvəsinin gördüyü işdir. F vur H deyə bilərik. Tam işi isə cismin dartdığımız zaman qüvvənin gördüyü iş də tam işdir. Bundan əlavə, biz əvvəlki dərslərimizdə bilirik ki, burada mg'nin iki toplananı var. Perpendikulyar və paralel toplananı. Perpendikulyar toplananı mg kosinus alfaya bərabərdir. Paralel toplananı mg sinus alfaya bərabərdir. N reaksiya qüvvəsi perpendikulyar toplanana bərabərdir. Yəni mg kosinus alfaya bərabərdir. Sürtünmə qüvvəsi mü vurulsun n reaksiya olduğu üçün, reaksiyada mg olduğu üçün, mg kosinus olduğu üçün mü mg kosinus alfaya bərabərdir. Bu bilgiləri də biz əvvəlki dərslərdən bilirik. Əlavə olaraq burada bir bilgini də demək istəyirəm sizə. Sinus alfanı tapmaq istəyirəm. Sinus alfa nədir? Qarşıdakı katetin hipotenuza nisbəti sinus alfadır. O zaman sinus alfa bərabərdir h böl l deyə bilərik. Qarşıdakı katetin hipotenuza nisbəti. Mən təbii ki burada h tapa bilərəm. H bərabərdir l sinus alfalar. Bunu da ona görə tapıram ki, indi birazdan bizə lazım olacaq. Əgər cisim bərabər sürətlə dartılırsa, bizim dartdığımız qüvvə onun əksinə olan qüvvələrin cəminə bərabərdir. Təbii ki, dartdığımız qüvvə F-dir. Əksinə olan qüvvələr F paralel toplanan plus F sürtünmədir. Yəni F bərabərdir. F paralel toplanan buradan görürük mg sinus alfadır. Üstəgəl F sürtünmə isə mg kosinus alfadır. Kos alfadır. Bu da bizə lazım olacaq. İndi isə keçirik faydalı iş əmsalının düsturuna. Faydalı iş əmsalı eta bərabərdir. A faydalı bölünsün A tam vur 100%'dir. İndi yazıram. A faydalı yerinə yazıram. F ağırlıq vurulsun H. A tamın yerinə yazıram. F vurulsun L. Təbii ki vur 100%. O da bərabərdir. Deməli. Ağırlığın yerinə yazacağım. Mg. H-ın yerinə yazacağım. L sinus alfa. F'in yerinə yazmalıyım. Bu ifadəni. Yəni mg sinus alfa üstəgəl mü mg kosinus alfa vurulsun L. Təbii ki vurulsun 100%. O da bərabərdir. O da bərabər. Ya da bərabər qoymayaq. Təzdən yazaq. Eta bərabərdir. Yuxarıda uşaqlar mgl yazıram. mgl sinus alfa. Aşağıdan mg'nin mörtəzi xaricini çıxardıram. Sinus alfa üstəgəl mü kosinus alfa vur təbii ki L vur 100%. İndi baxırıq burada nələr ixtisac edəcək? Mg'lər ixtisac edəcək. Təbii ki L'lər də ixtisac edəcək. Və son olaraq qalanı yazıram. Eta bərabərdir. Sinus alfa bölünsün sinus alfa üstəgəl mü kosinus alfa vurulsun 100%. Bunu biraz da sadələşdirib yaza bilərik. Belə də saxlaya bilərik. Hər tərəfi yuxarını da aşağını da sinus alfa bölə bilərəm.
Yuxarı sinüs alfa böləndə 1 olur. Aşağı sinüs alfa böləndə 1 üstə gəl. Bunu da böləndə kosinüs bölü sinüs kotangensdir. Olur mü kotangens alfa vurulsun 100%. Deməli bu da mail müstəvi üzərində hərəkət zamanı faydalı iş əmsalının nə idi? Düsturlardır. Əziz abituriyentlər, son olaraq bloklarda faydalı iş əmsalının ifadəsini yazacağam. Tərpənməz blokda faydalı iş əmsalının düsturu eta bərabərdir. MC bölünsün F vurulsun 100%'dir. Tərpənən blokda isə eta bərabərdir. MC bölünsün 2F vur 100%'dir. Yəni tərpənən blok 2 dəfə qazanc verə bildiyimiz kimi, ona görə də 2F vur 100%, burada da F vur 100%. Vəssalam, bundan başqa da heç bir şey yoxdur. Deməli, bizim mövzumuz artıq burada yekunlaşdı. İş gücü mövzusunu sona qədər izah etdim. Sağ olun. İnşallah növbəti mövzularda izah edəcəm və YouTube kanalına yükləyəcəm. Kanalı izləmədə qalın. Sağ olun.